olub nə məsəl, bu qadın əxlaqsızdır, pozğundur. Belələrini buradan başa rədd eləmək lazımdır. Söndüm belə baxın, dedim, siz kimə nə deyirsiniz? Sizi mən yaxşı tanıyıram. Sizin sözlü söhbətiniz zina. 5-10 manat əlinizə gələn kimi zina. Sizin gözləriniz təmiz deyil. Siz onun bunun anasına, bacısına pis gözlə baxan oğlanlarsınız. Siz hansı qeyrətdən, namusdan danışırsınız? Siz deyirəm kimi mühakimə edirsiniz. Sizin nə ixtiyarınız var ki, kimisə mühakimə? Bilirsiniz nə dedilər mənə? Bəsdir də, Span, sən yenə başladım Allahdan danışmağa. Dedim, mən danışacağam. Siz mühakimə edirsiniz. Amma Allah mühakimə etsə sizi, siz də gərək onu öləsiniz. Əziz bazı qardaşlarım, bunu demək istəyirəm. Gəlin biz bundan sonra heç kimi mühakimə etməyək. Heç kimi. Və ürəyinizdə heç kimə qarşı kin, inciliyi saxlamayın. Düşünməyin ki, təkcə sizsiniz təmiz. Hamımız günahkarıq. Əgər sən təmizlənmisənsə, onu başqasına da kömək elə, o da təmizlənsin. Əgər sən kimdənsə inciyirsənsə, müəyyən zamandan sonra səndən də inciyəcəklər. Əgər sən düz sözü indidən qəbul edə bilmirsənsə, sən salihliyi, təmizliyi də qəbul edə bilməyəcəksən. Salihlik, təmizlik təriflə, alqışla gəlmir insan həyatına. Dərman bəzən acı olur, amma dərmanı qəbul edəndə insan şəfa tapır. Biri sizə nöqsanınızı, səhvinizi deyəndə düşünün və bilin ki, əsl sizi sevən insan odur. Onu sevin. Tərifdən qaçın həmişə. Heç bir vaxt. Sizə səmimi olaraq bir şey deyəcəm. İnanın. Mən heç asam istəməmişəm ki, məni tanısınlar. Zəhləm getdiyi şeydir. Amma bunu istəmədiyim halda, vaaz etdiyim zaman, internetdə, şəhərdə, dindar insanlar içində, ruhani insanlar içində də, dövlət işçiləri içində, mən tanınanda, mən özümdən acığım gəlib həmişə, zəhləm gedib özümdən. Mən kiməm? Mən kiməm? Məni tanısınlar. Qoy İsanı tanısınlar. Mən insanam da, sabah haradasa bir səhv etdiyim, deyəcəklər ki, ona bax, Allahdan danışırdı. Amma onlar İsanı görsələr, İsa'da səhv tapa bilməyəcəklər. Bütün də izzət qoy İsa Məsih olsun. Amin.